Xəzər dənizi uzun illər boyu Azərbaycanın enerji siyasətində mühüm rol oynayıb. Neftlə, qazla, indi isə yeni mərhələ başlayır. Xəzərin küləyi Azərbaycanın enerji gələcəyinə yön verir. Dünya üzrə ikinci ən böyük dəniz küləyi enerjisi potensialı, beynəlxalq investor marağı və Avropaya uzanan enerji xətləri. Xəzər dənizinin Azərbaycan sektorunda ümumi texniki külək potensialı 157 gigavat təşkil edir. Bu göstərici ilə Xəzər Şimal dənizindən sonra dünyada ikincidir. Potensial iki əsas zonaya bölünür. Daya sulu ərazilərdə 35 gigavat, dərin sulu hissələrdə isə 122 gigavat külək potensialı mövcuddur. İlkin mərhələdə təbii ki, biz daya sulu hissədə fəaliyyət göstərməyə istəyirik və bu daya sulu hissədə də görürsünüz ki, ən böyük potensial elə bizim həmin zonadadır. Harda ki, biz Xızı Abşeron külək elektrik stansiyasını istismara verdik və külək bu dənizdən gələn həmin küləkdir və o davamı gəlir həmin əraziyə və o ərazidə deməli biz artıq quruda külək elektrik stansiyasını inşa etmişik. Bizim suda olan külək potensialımızda və küləyin gücü, onun istifadə oluna biləcəyi digər parametrləri kifayət qədər yüksəkdir, yüksək dəyərləndirilir. Dəniz üzərində küləyin sürəti və davamlılığı yaşıl enerji istehsalı üçün ideal faktordur. Azərbaycan istehsal olunacaq yaşıl enerjini yalnız daxili bazar üçün deyil, ixrac məqsədi ilə də nəzərdə tutur. Bu çərçivədə 4 əsas interkonnektor layihəsi mövcuddur. Xəzər, Gürcüstan, Qaradəniz, Avropa, Mərkəzi Asiya, Xəzər, Azərbaycan, Türkiyə, Bolqarıstan, Naxçıvan, Türkiyə. Xəzərdə bir il ərzində xarici mütəxəssislər tərəfindən ölçmələr aparılıb. Nəticələr yüksək potensialı təsdiqləyir. Dəniz ərazilərini harda ki artıq texniki yox, iqtisadi potensial mövcuddur. Biz onların xəritəsini hazırlamışıq və bu yaxın günlərdə həmin xəritə təsdiq üçün hökumətə təqdim olunacaq. Təsdiq olunduqdan sonra artıq həmin ərazilərdə investor şirkətlərinin ölçmələrinə start veriləcək. Gələcəkdə Xəzərin dərin sulu ərazilərində külək turbinləri də quraşdırılacaq. Bütün bu proseslər isə 2030-cu illərdə yekunlaşacaq. Səkinə Hacıyeva, Rüstəm Abdullayev, ASTV Xəbər.